Salam dəyərli şagirdlər, hər vaxtınız xeyir olsun. 12-si 10-cu ay 2025-ci il Masallah Bilet Mərkəzinin keçirdiyi mövzu sınağı birinin izahına baxacaq. 9 darçın olan suallara baxacaq. Birinci sualımızdan başlayaq izaha. Deyilmək 31-ci sualdan başlayır da birinci sual. Nə deyir bizdə? 21 və 83 arasındakı cüt ədədlərin cəmi A-ya bərabərdir. 21 və 83 arasındakı cüt ədədlər. 21-dən sonra cüt ədəd neçə gəlir? 22, 24, 26, 28. Təbii ki, indi 82-yə can yazmayacaq və neçə gəlir? 80, 82. Və bunların cəmi verir bizə. Daha doğrusu cəmin yazaydı. Mən niyə virgüllə yazdım? Demək, 22, 24, 26 cəm bu şəkildə gedəcək. Neçə olacaq? 80 və 82. Bu cəm nəyə bərabərdir? Bizdə deyir A-ya bərabərdir. Sonra 20 ilə 82 arasındakı tək ədədlərin cəmi isə, gəlin onu da qırmızı ilə yazdım. 20 ilə 82 arasındakı tək ədədlərin cəmi B-yə bərabərdir. 20-dən sonra tək ədəd nə gəlir? 21 plus 23. 25 plus və tək ədədlər neçəyəcən gəlir? 79 plus 81 nəyə bərabərdir? B-yə. Bizə deyir ki, A-nın B ilə ifadəsini tapın. Yəni, hər hansısı A bərabərdir, B ilə ifadə eləyəcəm. Nə eləyəcək? Gəl belə bir şey eləyək. Burada gördüyümüz 22, 24, 26 bunları parçalayaq. 22-ni parçalayaq 21 plus 1 kimi. Plus 24-ü parçalayaq 23 plus 1 kimi. 26-nı parçalayırıq 25 plus 1 kimi. Yəni bu şəkildə parçalasaq 80-i parçalasam 79 plus 1 və 82-ni parçalasam 81 plus 1 kimi. Bu da cəm ilə A-ya bərabərdir. Şagirdlər, biz burada görürük ki, 21, 23, 25, 79, 81 bu ifadə ilə nəyə bərabərdir? B-yə bərabərdirmi? Yəni onun yerinə yazacağam B plus. Digərlik birlərin cəminə baxaq. Birlərin sayı görə neçə dənə birimiz var? 24-dən 82-yə can. Nə qədər ədəd var? Yəni 2 vahid 2 vahid artıb da. Onun üçün bizdə belə bir düstur var ki, ardıcıl olsaydı sonuncu ədəddən çıxıb birinci ədədin üzərinə 1 gələcəkdim. Amma bizdə 2 vahid 2 vahid artdığına görə nə edəcəm? 82-dən çıxacam 22-ni. Bir də nəyə bölmüş olacam? 2-yə bölmüş olacam. Çünki 2 vahid 2 vahid artır. Üzərinə də nə gələcəm? 1-i gəlmiş olacam. Nə olacaq? 60 bölünsün 2 plus 1. Bu da nəyə bərabərdir? 31-ə. Yəni məndə 31 dənə 1 olacaq burada. Bax, bunların içində birlər olmuş olacaq. Yəni 31 dənə 1-in cəmi ilə mənə nəyi verir? 31-i vermiş olurmu? Bu cəm ilə nəyə bərabər olacaq? A-ya. Bizdə nəyi soruşurdu? A-nı B ilə ifadəsini soruşurdu. B plus 31-ə. Aydındırmı? Yəni burada nə etdim? Bu hissələri parçaladım. 22-ni parçaladım 21 plus 1. 24-ü parçaladım 23 plus 1 kimi. Yəni B-ni almaqdan sarı. Bax 23, 21, 23, 25 bunların cəmi B deyildimi? Gətirdim orada o cəmi yerinə B-ni yazdım və orada axı məndə birlər də qalır. 1 plus 1 plus 1. Orada da 31 dənə 1 var. Ona görə 31 dənə 1-in cəmində nə verir mənə? 31-in özünü vermiş olacaq. Doğru variant indi nə olmuş oldu bizdə? 31-ci sualda A bərabərdir B plus 31-ə. C variantı. Hara getdik? O qələmi də düzəldim burada da. C variantı. 32-ci suala baxırıq. Demək 31 getdi. 32-ci sual nə deyir? Biri birindən fərqli. Aha. Lütfən təmizləyək. Biri birindən fərqli A, B və C rəqəmləri üçün ABC 36 olarsa A plus B plus C cəmin ən az neçə ola bilər? Uşaqlar, burada nəyə diqqətlə yetirəcəyik? Bir rəqəmlərinə və biri birindən fərqli olmaq üçün. Yəni A fərqli olmalıdır B-dən, o da fərqli olmalıdır C-dən. Yəni eyni ədəd qoya bilmərik. Məsələn, düşünə bilmərik ki, 1, 1, 6. Çünki daha doğrusu 1, 6, 6. Yəni hasil 36 versə belə. Axı orada deyir ki, A fərqli, B fərqli, C. Yəni bir-birindən fərqli ədədlərdir. Gəlin elə bir ədədlər düşünək ki, A vurulsun B, vurulsun C. Bərabərdir 36-ya və tək rəqəmli olmalıdır. Məsəl üçün, deyə bilmərik ki, biz 1 vurulsun, 2 vurulsun, 18. Niyə? Çünki 18 var. Tək rəqəmli olmalıdır. Bizə burada nə deyir? Bir rəqəm. Ona görə nə eləyə bilərik? 1, 4, 9 hasil bizə verirmi və biri birindən fərqlidir. Hasil verir 36-nı. Bunların cəmi nə verir? Mənə 14-dür. Demək 14-dən də kiçik olmalıdır. Aha, başqa nə ola bilər? 2, 3, 6.
2, 3, 6. Cəm elir 36. Bir-birindən fərqlidir. Şərti ödəyir. Daha doğrusu hasılı 36 eləyir. Cəmi nə verəcək bizə? 11'e vermiş olacaq. Elə cavab 11 olmalıdır burada. Başqa ödəmir axı, başqa bir şey yoxdur bunu ödəyənlər. Doğru variant B variantı. Keçirik 33-cü suala. 33-cü sualda nə deyir? 304 ədədinin neçə natural böləni var? Yəni neyniyək? 304'ü birinci parçalayaq. 2'yə bölsəm neçə düşür? 152. 2'yə bölsəm demək düşəcək 76. Bir də 2'yə bölsəm 38. 2'yə bölsəm 19 və 19 da bir dəfə. Demək 304'ün natural bölən deyirsə 1, 2, 3, 4, 2 üstü 4 vurulsun 19 da üstü 1. Biz demişik axı şagirdlər natural bölən sayını tapanda qüvvətlərin üzərinə bir vahid əlavə edib hasilləri götürəcək. Yəni bu 4'ün üzərinə 1 gəldim. Sonra da bu 1'in üzərinə 1 gələcəm. Hasil götürmüş olacam. Nə olacaq? 5 vurulsun 2 nəyə bərabər olmuş olur? 10'a. Doğru variant D variantı 33'də D. 34'də. Gəlin şəkil üzərində işləyək. COB-ni tapın. COB haradır? Bax, bu bucaq. Şagirdlər, buradan buranı 45 veribsə, yerdə mənə 180'i tamamlamaq üçün neçəsi çatmır? Yəni 135 dərəcəm çatmırmı? Onda doğru cavab variantı ilə nə olur? D variantı COB. Düz bucağın nə önəmi vardı ki, burada vermək üçün. Onsuz 45'in qonşusu 135 dərəcə olur da. Amma belə də baxanda, ta ki bura 90'dırsa, buraya isə neçə qalır? Yenə də 45 dərəcə. Əslində o 90'ı vermişdirsə, bizdən gərək COB bucağını soruşaydı. Nəysə, demək COB bucağı nəyə bərabər olmuş oldu? 135 dərəcəyə. Yəni D variantı. 56 nə idi? 35-ci sual. 64 və 96 ədədlərin ən böyük ortaq natural böləni neçədir? Yəni o natural böləni soruşduğuna görə elə əbobunu tapmış olacaq da biz. Nəyə bərabərdir? Əbob 64 ilə 96. Biz əbobu tapanda nə edirdik? Sadə vurguları parçalamırdı onu. Demək 64, daha doğrusu 96'ını da yazdım bölüm. 48, 2'yə 24, 2'yə 12, 2, 6, 2'yə 3, 3'ə də 1. Eyni qaydada 64'ü də parçalasam 2, 34, 32 daha doğrusu 2, 16, 2, 8, 2'yə 4, 2'yə 2 və 2, 1. Biz nə edəcəyik? Əbob tapacaq. Əbob nə idi? Ortaq olanlar. Görək ortaq nədir? Bu ikilər ortaqdır demək götürdük. Bu ikilər ortaqdır götürdük. Bu ikilər ortaqdır götürdük. Sonra bu ikilər və bu ikilər. Digərində 2 var, bu birisində 3 var. Götürməyəcəm. Onda hasil nə olur? Bunların hasili 1, 2, 3, 4, 5 elə 32'yə bərabər olmuş oldu. Nəyə bərabər olacaq cavabımız? B variantı 35'də. 36-cı sual. Nə deyir 36-cı sualda? Yenə də əkob əbob sualı uşaqlar. Əkob AB-nin əbob AB-yə nisbəti mənə C-ni verirmi? Yəni ortaq olmayan vurğuların hasili. Və yaxud da ki, mən görürəm ki, 240 120'yə bölünən ədəddir. Bir ədəd digər ədədə tam bölünürsə, biz demişdik ki, nə? Əkob böyük olan götürülür, əbob da kiçik olan. İndi 120 240'ın böləni olduğuna görə əkob böyük, yəni 240 götürülür. Əbobsa nəyə götürülür? Kiçiyi, yəni 120'ni. Bunlar da nəyə bərabərdir? Elə 2'yə bərabər olmuş olacaq. 37C variantı. 38-ci sual. Lövhəni təmizləyim. O 38-ci sualda nə deyir? Dairəvi diaqramda bir ərazidəki əkilmiş 240 ağac növlər üzrə sayının faizli ifadəsi verilmişdir. Aha, faizlə verir bizə. Demək, faizlə verdiyinə görə biz nə etməliyik bunu? 100%-ə tamamlamalıyıq, düzdürmü? Verib bizə buranı neçə? 3'də 125%. Buranı verir 3'də 100%. 3'də 300% olması üçün, yəni 300'ü 3'ə böləndə 100% qalacaq da. 100% olması üçün burada nə çatışmır? 3'də demək 75% çatışmır da. Bunların hamısının cəmi 3'də 300 olmalıdır və 100%. Dərəcə ilə olsaydı uşaqlar 360 dərəcəni tamamlamalıdır. Çünki dairədə nədir olmalıdır? 360 dərəcə. Faiz olanda isə 100%-ə tamamlayaq. Və bizə deyir ki,
Qovaq ağacı sayını tapın. Qovaq ağacın faiz göstəricisi neçədir? 3,75%. Yəni 240 ağacdan onun 3,75%-i qovaq ağacı əkilib. Onda nə edəcəyik biz? 240-ı nəyin tapacağıq biz? 3,75%. Ədədi faizi necə tapırdıq? Ədədi faiz göstərən ədədə vurub 100-ə bölürdük. Burada 240-dan 3 ixtisar getsə neçə qalır? 80 vur 75 bölünsün 100. 75 ilə 100-ü də ixtisar aparsam 25-ə, burada 4, burada 3 qalır. 4 ilə 80-ə də aparsam 20. 20-ni də 3-ə vursam neçə qalmış olacaq? 60. Demək neçə faiz? 60%. 38 C variantı. Keçirik növbəti suala. 39-cu sual. Nə deyir 39-cu sualda? Bucaq 1 və bucaq 2-nin dərəcə ölçüləri uyğun olaraq 4-ün 5-ə nisbətidir. Yəni, başa düşdük ki, bucaq 1-i biz götürəcək 4 alfa, bucaq 2-ni götürmüş olacaq neçə? 5 alfa. Uşaqlar, bucaq 1-lə, bucaq elə 3 bir-birinə nədir? Bərabərdir. Mən bucaq 1-i tapsam, elə bucaq 3-ü tapmış olacam. Bucaq 1 ilə bucaq 2 daxili bir tərəfli bucaqlar deyilmi? Daxili bir tərəfli bucaqların cəmi nəyə bərabərdir? 180 dərəcəyə. Ümumiyyətlə, bir kör, bir iti bucağı görən kimi avtomatik cəmliyin bərabərliyin 180-ə geçsin. Bucaq 1-i neçə götürmüşük biz? 4 alfa. Bucaq 2-ni neçə götürmüşük? 5 alfa. Onda bu nəyə bərabərdir? 180-ə. Buradan 9 alfa bərabərdir 180 dərəcə. Alfamız nə olacaq? 180-i bölmüş olacaq 9-a. Alfa nə olur? 20 dərəcə. Yəni alfa 20-dirsə, onda bir bucağımız neçə olacaq? 80 dərəcə. 2 bucağımız neçə olacaq? 100 dərəcə. Bizdən nəyi soruşurdu? Bucaq 3-ü. Dedik axı, bucaq 1 elə bucaq 3-ə bərabər olduğuna görə, bucaq 1-i 80 tapdığımıza görə, bucaq 3 də nəyə bərabər olmuş olacaq? 80 dərəcəyə. Doğru variantı, D variantı. 40-cı sual. 40-da nə deyir? A ilə B-nin birləşməsi və A ilə C-nin birləşməsinin, axırda da A ilə B-nin birləşməsi ilə A ilə C-nin birləşməsinin kəsişməsinə baxacaq. Gəlin birinci biz nəyə baxaq? A ilə B-nin birləşməsinə. Birləşmə dediyi nədir? Birinci A-dakı elementləri yazacaq. 2, 3, 4. Sonra görək. B-də nə var? A-da olmayan. Onları əlavə eləyəcək. 2, 3, 4 var. 5, 6, 7, 8 və 9. Yəni 1, 2, 3, 4 birləşdirdik. Bunlar var. Hamısını birləşdirdik. Birləşməsi verdi bizə nəyi? Qoy bir dənə buranı təmizləyim. Birləşməsi bizə verdi nə? Bu ifadəni. Yəni 1-dən 9-acan. Sonra indi A ilə C-nin birləşməsinə baxsaq bizə əgər. Yenə də A-dakı elementlərin hamısını yazaq. Sonra baxıram C-də. Nə yox? A-da nə yoxdur? C-də var. 3 vardı, 4 də var, 5 və 10. Təkcə 5 ilə 10. Aha. Bildik. İndi bizdən nəyi soruşur? Bu ikisinin kəsişməsini soruşacaq da bizdən. Silindi, getdi ki burada. A, burada A. Bizdən nəyi soruşurdu şagirdlər? Demək, bax bu ikisinin kəsişməsi. Kəsişmə nədir? Ortaq olanlar. Mən baxıram ki, ortaqlar hansılardır? 1. Ortaqlarımız nə idi? Bunun da 1-i, 2-si, 3-ü, sonra 4-ü və 5-i. Başqa ortaq varmı? Xeyr. Onda neçədən olur? 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə və 5 dənə. Y variantı çıxacaq 40-da. Aydın oldu mu? Yəni A ilə B-nin birləşməsini tapırıq. Sonra A ilə C-nin də birləşməsini tapdıq. Sonra o tapdığımız iki ifadənin də kəsişməsi. Kəsişmə odur ki, ikisində də ortaq elementlər. Ortaqlarda neçədən elementi vardı? 5 dənə. Bizdən də sayını soruşurdu. Doğru variant Y variantı 5 dənə. 41-ci sual. 41-ci sualda nə deyir? Burada nədir bu işarə? Yəqin ki, bu vurma olar. Yəqin ki, vurma olar. Baxa görə bir vurma ilə baxaq, cavab çıxartması bölmə ilə baxırıq. Bölmənin də ola bilsin bir nöqtəsi düşməyib. İndi çıxardaq vurma ilə. Demək, bizə verib ki, 0,1 bölünsün 0,2. Uşaqlar, gəlin elə bunun davamını yazaq burada. Vergüldən azad etmək üçün birinci ifadəni 10-a vuraram ki, vergül qalmasın. Sürətim olar 10, məxrəcim olar neçə? 2. Vurulsun. Bu birisi ifadəni də 1000-ə vuraram ki, vergüldən azad etmək üçün sürət olacaq 6, məxrəcimiz olacaq neçə? 30. Niyə? Çünki 1000-ə vurduqda vergül sayı qədər, 0 sayı qədər vergül sağa sürüşür.
Sonra plus bunu da 100'e vursam 180 bölünsün 3 olar. Üzerine gelmiş. Bu ifadəni də 1000'e vursam yolca 125 bölünsün 25'e beraberdir. 12'ye tam bölündü 5 dəfə vurulsun. 6 ilə bu ixtisar getsə, 30 ixtisar getsə qalır 5'də 1 plus 183'e tam bölünsə neçə qalacaq? 60 üzərinə gəlsə 125 də 5'e tam bölünsə neçə dəfə? 5 dəfə. Demək bunlar da ixtisar getsə 1 qalır. 1 plus 60 plus 5. Bu da nəyə bərabərdir? 66'ya cavab varmı? D variantı. Elə bu hasil olar, vurma olar. Çünki bölümü olsa bunu tərsini çevirsək 25, 25'in üstünə 5, 30, 60, 90 cavabı yoxdur. Elə vurmadır orada. Sadəcə hasil bir düşüb aşağı. Demək 41'də doğru cavab nə oldu? D variantı. 42'də. 42'də nə deyir bizə? Demək qonşu bucaqların tən bölənləri arasındakı bucağın 30%-ni tapın. Əvvəla biz bilməliyik ki, şagirdlər, qonşu bucaqlar arasındakı bucaq görə neçə dərəcədir? Gəlin qonşu bucaqları çəkək. Qonşu bucaq budur. Əgər tutaq ki, məsəl üçün deyirəm, qonşu bucaq bura 60 dərəcədirsə, ona qonşu bucaq neçə dərəcə olacaq? Təbii ki, 120 dərəcə. Niyə qonşu bucaqlar neçə dərəcəni tamamlamalıdır? 180 dərəcə. Qonşu bucaqların tən bölənləri arasındakı tən bölən dediyi nədir? Çıxdığı bucağı yarıya bölür. 60 nəyə bölünəcək? 30 və 30-a. Eyni qaydada 120 nə olacaq onda? 60 və 60'a. Həmin bu tən bölənlər arasındakı bucağı bizdən buranı soruşmurmu? Yəni 60 və 30. 90 dərəcə olur, olmur. Demək tən bölənlər arasındakı bucaq neçə dərəcə oldu? 90 dərəcə. Və bizdən də həmin o bucağın 30%-ni soruşur. Yəni 90'ın nəyini soruşacaq bizdən? 30%-ni. 90'ı vuracam 30%'ə, böləcəm 100'ə. O da neçə çıxır? 27. Doğru cavab variantı 27, 42'də. A variantı. 43-cü sual. 43'də nə deyir? Hovuzu 2 boru çəkilmişdir. Hovuza 2 boru çəkilmişdir. Birinci boru hovuzu 6 saata doldurur. İkinci boru isə 9 saata boşalır. Yəni birinci boru 6 saata doldurur. İkinci boru isə 9 saata isə neynir? Boşaldır. Yəni çıxma yazıram, biləm ki, boşaldır. Uşaqlar biz neyniyərik? Bunun 1 saatını taparıq. Görə 1 saata işin hansı hissəsini görür? Bu görəcək 6'da 1'i. Bu da görəcək nəyi? 9'da 1'i. İkisi birlikdə açılsa hovuz neçə saata dolar? Tam dolar. Hovuzun tam dolması üçün vahidə bərabər olmalıdır. Yəni ikisi birlikdə dediyinə görə və boşaltdığına görə 6'da 1'dən çıxıram 9'da 1'i. Neçə saatı görər? Bilmirik. X saatı və iş tam görüldüyü üçün nəyə bərabər olmalıdır? 1'ə. Gəlin lövhədə yazaq bunu. Demək orta məxrəcə gətirsəm, ikisi üçün orta məxrəc olacaq 18. Birinci ifadəni vurmuş olan 3'ə, ikincini də vuracam neçəyə? 2'yə. Vurulsun x nəyə bərabərdir? 1'ə. 18'də 3'dən 18'də 2'ni çıxsam 18'də 1 vurulsun x bərabərdir 1'ə. Buradan da x'i tapmış olsam 18 1'ə vurmuş olacaq. Neçə saat olmuş olacaq? 18 saat. Yəni buradan neynədik? X-ə məxrəci 1 olan X-ə yox, 1'ə məxrəci 1 olan kəsir kimi baxdı. X də sürətə vurmuşdu. X bölünsün 18 bərabərdir 1. 1 bölünsün 1. Çarpaz vurduqda 18'i 1'ə vurduq 18. 1'i də X-ə vurduq neçə 1. X bərabərdir 18. Yəni oradan tapdı cavabı. 43'də B variantı. 44-cü sual. Kəsirini dövrü onluq kəsir şəklində göstərsək, dövr neçə olar? Göstərək. 29'da 29 daha 9'u gəl 3'ə bölək də. Necə düşəcək? 9 dəfə 9 üçün 27 çıxsam 20 qalır. Bölünmədi. Neçə dəfə də 0 gətirdim. Vergül atdım. 6 üçün 18. Yenə 20 qalır. Görürəm ki 6 üçün 18. Uşaqlar bu şəkildə elə bölə-bölə getsəm görəcəm ki elə neçə qalacaq? 20, 18 bu şəkildə gedəcək. Yəni dövr təkrarlanmış olacaq. Yəni nə olacaq? 9 tam 6, 6, 6 bu şəkildə gedir. Dövrümüz nəyə bərabərdir? 9 tam dövr 6 olmurmu? Bizdən dövrü soruşduğuna görə elə dövr nəyə bərabərdir? C variantına 44'də. 45-ci sual. Nədir 45-ci sualda? Gəlin birinci bu qarşı ədədi düzgün olmayan kəsiri çevirək. Tamı məxrəcə vururuq, üzərinə sürəti gəlir. 1, 5'in 5 üzərinə 1 gəlsəm 6 bölünmüş. 7'də 3 bərabərdir nəyə? 14 bölünmüş x-a.
Tənasübün əsas xassəsinə görə nə idi tənasübün əsas xassəsi? Kənar hədlərin hasili, yəni 5-də 6-nın x-a hasili bərabərdir nəyə? Orta hədlərin hasilinə. 7-də 3 vurulsun 14-də. Uşaqlar, burada 14 ilə 7 ixtisar gedir. Burada 1 qalır, burada 2 qalır. Yəni 6x bölünsün 5. O da nəyə bərabərdir? 2 üçün də nəyə bərabər olacaq? Hə, ixtisar getdi, 2 qaldı. 2-ni 3-ə vurdum, 6. Buna da məxrəci 1 olan kəsir kimi baxıb çarpaz vursam, 6x-i 1-ə vururam, 6-nı da 5-ə vururam. Elə 6-larda ixtisar getsə, x-imiz nə olmuş olacaq? 5-ə bərabər olmuş olacaq. Doğru variant A variantı 45-də. Sonra keçirik açıq tipli testlərin tapşırıqlarının izahına. 2 rəqəmli ədəd. Bu sual desən 11-lərdə düşmüşdü. Aha, 2 rəqəmli ədədin rəqəmlərinin yerini dəyişsək. 2 rəqəmli ədəd fərz eləyək ki, AB-dir. Deyir ki, rəqəmlərinin yerini dəyişsək, ədəd 27 vahid azalar. Dəyişsək, BA olacaq. Uşaqlar, 27 vahid azaldığına görə, yəni birinci ədəddən ikinci ədədi çıxsam, 27-yə bərabər olmuş olacaqdı. Yəni 27 vahid azaldığına görə böyük ədəddən kiçik ədəd çıxanda 27 qalacaq. Bizdən soruşur ki, buna görə bu ədədin rəqəmləri fərqi neçə olar? Gəlin bir də bunun açılışını yazaq. 10A plus B minus 10B plus A. Mötərizədə niyə yazdım? Çünki qarşıda mənfi işarəsi var deyənə. İndi mötərizəsiz yazsam, mötərizənin qarşısında minus olduğuna görə mötərizə daxilindəki işarələr nə olur? Əksinə dəyişəcək. 27. 10-dan çıxıram A-nı. 9-a. Müsbət B minus 10B verir mənə minus 9B bərabərdir 27-yə. Buradan 9-u mötərizə xaricinə çıxarıb 27-yə bərabər etmiş olsaq, A minus B-ni də hər tərəfi 9-a bölsək nə olacaq? 3-ə bərabər olmuş olacaq. Və bizdən nəyi soruşur? Buna görə bu ədədin rəqəmləri fərqini tapın. Rəqəmləri fərq elə A minus B deyilmi? 3-ə bərabər deyilmi? Onda cavabımız nə olmuş olacaq? 3-ə bərabər olmuş olacaq. 46-da 3. Keçdi 47-ci suala. 47-də nə deyir? A-nı soruşur bizdən. Uşaqlar, daxil çarpazlığa görə, Z qaydasına görə mən belə deyərəm ki, burada neçə dərəcədir? 60 dərəcədir. Və tam bucaq 360 dərəcə olduğuna görə, bu yerdə qalan bucaq üçün neçə qalır? Tam bucaq daha doğrusu 360 olduğuna görə 360-dan bu hissəni çıxaram. Yəni 60-ı çıxaram. 360-dan çıxaram 60-ı. Yerdə nə qalar? 300 dərəcə. 300 dərəcə mənim buradan bura olan hissəm deyilmi? Yəni bu hissəni çıxdım da. Bu hissə 60 idi, onu çıxdım. Yerdə nə qaldı? Bu hissəni bizdən soruşur. Bu hissədə nəyə bərabərdir? 300 dərəcəyə. 48-ci sual. Aha, bizdən A, B fərqini soruşur da nədir? 35-i gəlin bölək 11-ə görə neçə düşür? 35-i bölsəm 3 dəfə düşəcək. 33 qalıq bizdə nə qalır? 2. Demək 35 bölünsün 11 bərabərdir A tam 11-də B. Buradan buna necə yazılır? 3 tam 11-də 2 bərabərdir A tam 11-də B. Şagirdlər, görürəm ki, A-nın yerində burada nə durub? 3. Demək, A nəyə bərabərdir? 3-ə. B-nin yerində nə durub? 2. B də bərabər olmuş olacaq 2-yə. Bizdə nəyi soruşur? A minus B fərqin, yəni 3 minus 2 bərabərdir 1-ə. Doğru cavabımız olacaq 1. 49-cu sual. 49-da nə deyir? 60 dəftəri 3 şagird arasında 3, 4, 5 nisbətdə bölüşdürülmüşdür. Ən çox dəftər olan şagirdin neçə dəftər olar? Gəlin bunu elə bunun üzərində yazayım. Demək 60 dəftəri 3 şagird arasında 3, 4, 5 nisbətdə bölüşdürülmüşdür. Demək nə düşəcək bizə? 3 qələm düzəldim qoy. 3K, 4K, bir də 5K. Bunların cəmi nəyi verməlidir? 60-ı, yəni 3K, 4K, 7K, o da 5K neçə verir mənə? 12 dənə K-nı vermiş olacaq. Bu nəyə bərabər olmuş olmalıdır? 60-a. Buradan K-nı tapsam mən, K-nı tapsam, 5 tapmış oluram mı? Onda dəftər sayım neçə düşür? 15, 20 və neçə? 25. Həqiqətən də görə 60 dəftər elirmi? 45, 50, 60. Bəli, 60 dəftər. Ən çox dəftər olan şagirdin neçə dəftər olur? Ən çox dəftər olan şagird 25 dəftəri, digərinə 20, o birisinə də 15 dənə düşəcək. 49-da cavab nə olur? 25 dəftər.
50-ci suala baxırıq. İki düz xəttin kəsişməsindən alınan bucaqlardan biri o birindən 30 dərəcə kiçikdir. Bu bucaqları tapın. 2 dənə düz xətt çəkirik. Kəsişməsindən alınan bucaqlardan biri o birindən 30 dərəcə kiçikdir. Uşaqlar, əgər biri alfa, daha doğrusu buranın böyüyü deyək də, bura alfa olarsa, digəri nə olacaq? Alfa minus 30 dərəcə. Yəni biri digərindən 30 dərəcə kiçikdir. Biz də bilirik ki, bu bucaqlardan ola bilməz də. Bu bucaqlar qarşılıqlı bucaqlardır, fərqi sıfıra verəcək. Niyə? Çünki bir-birinə bərabər bucaqlardır. Onda bunlar nə olmalıdır? Qonşu bucaqlar. Qonşu bucaqların cəmi də biz bilirik ki, neçə dərəcə olmalıdır uşaqlar? 180 dərəcə. Yəni qonşu bucaqların cəmi nəyə bərabərdir? 180 dərəcəyə. Hara getdi sual? Qonşu bucaqların cəmi olmalıdır neçə dərəcə? 180 dərəcə. Alfa minus beta bərabər olmalıdır 180 dərəcə. Daha doğrusu cəmi alfa plus beta 180 dərəcə olmalıdır. Axı bizə fərqini də verib ki, neçə dərəcə? 30 dərəcə olmur. Fərqi də daha doğrusu biri o birindən 30 dərəcə kiçik olarsa, yəni alfa bu da olacaq alfa minus 30. Hə. Mən beta ilə işarələmişdim. Burada bir bucaq alfadır, digər bucaq nədir? Alfa minus 30 dərəcə. Yəni bunların cəmi də elə nəyə bərabər olmalıdır? 180 dərəcə. Yəni qonşu bucaqlar olduğuna görə. Onda alfa ilə alfanın cəmi olsa 2 alfa. 30-u keçirsəm sağa nə olacaq? 210 dərəcə. Buradan da alfanı tapsam, hər tərəfi 2-yə bölsəm nə olacaq? 105 dərəcə. Bir bucağım 105-dirsə, avtomatik ona qonşu olan bucağım neçə dərəcə çıxacaq? 75 dərəcə. Bizdə nəyi sorur ki, bu bucaqlardan böyüyün dərəcə ölçüsünü tapın. Böyüyü neçə dərəcə olur? 105 dərəcə. Həqiqətən də bizdə də deyirdi axı. Biri o birindən 30 dərəcə kiçikdir. Yəni 30 dərəcə kiçik olmasa 105 75-dir. Böyük bucaqda neçə olur? 105 dərəcə. Mən burada betanı nəyə görə dedim? Qonşu bucaqların cəmi bəli 180 dərəcəyə bərabərdir. Sadəcə burada betaya gərək qalmadı. Yəni biri digərindən 30 dərəcə kiçik oldu. Ona görə birini alfa demişdim. Digərinə də alfa minus 30. Aha. Demək burada cavab nə oldu? Doğru cavab 105 dərəcədə böyük bucaq soruşurdu. 51-ci sual. 690 ədədinin 30'da 7 hissəsini tapın. Ədədin hissəsinin tapılması. 690'ı vuraram nəyə? 30'da 7'yə. Bərabərdir. Sıfırlar getsə ixtisar. 69 3'ə bölsəm nə qalacaq? 23. Bunu da 7'yə vursam neçə qalır? 7 üçün. 21 2 hatta 7 2 14 o da 2 16 161. 51-ci sual neçə? 161. Keçdik 52-ci suala. 20 faizli 40 litr şəkər məhlulu ilə 30 faizli 60 litr şəkər məhlulu qarışdırıldıqda alınan məhlul neçə faizli olar? Aha. Lövhəmizi böyüdək, bunu yazaq. Demək şagirdlər, biz bilirik ki, maddə məhlulda belə bir düsturumuz var ki, maddə bölünsün məhlul vurulsun 100. Bu faizli dərəcəsinin tapılmasıdır. Yəni faizini tapmaq üçün görə neçə faizli məhluldur. Neyin gəlir? Bizdə verib ki, 40 litr neçə faizli məhlul? 20 faizli məhlul. Gəlin 40 litrin görək, tapaq görək 40 litrin 20 faizli şəkər məhlulsa, nə qədərsə şəkər məhluldur. Onda nə edərəm? 40-ın 20 faizini taparım. Bölərəm 100-ə. Bu sıfırlar ixtisar getsə qalar 8-i. Yəni 40-ın 8-i şəkərdir. Onda yerdə 32-si nə qalır? Su qalırmı? Sonra bizə nə verir? Deyir ki, 60 litr 30 faizli məhlulunda. İndi gəlin 60-ın da 30 faizini tapaq. Bölürəm 100-ə. Bunlar sıfırlar getsə 18. Demək 60 litrin də 18 litri şəkərdir. Neçəsi? 42-si də nə olacaq? Su olmuş olacaq da. Yəni məhlul qarışıq da. Məhlul nədir? Maddə ilə şəkərin qarışıq. Uşaqlar, bir də yer gəlmişkən deyim. Burada şəkərlər mənim maddələrim deyəm. Bu düsturda yazanda yerinə nəzərə alacaq onu. Aha, tapdıq biz. Maddələrimizi tapdıq ki, biri 8-dir, digəri də 18. Bizdə dedik ki, düsturumuz nədir? Maddə bölünsün, nədir? Məhlul. Vurulsun 100%. Axı bizdə burada 2 məhlul qarışdırılır deyir. Ona görə nə edəcək? Maddələri qarışdıracaq. 8 ilə 18-i bir toplayacaq. 8 plus 18 maddələrdir. Və məhlulum nədir mənim uşaqlar? Bax, 60 litr də məhluldur, 40 litr də mənim məhlulumdur. Onda nə olacaq? 40 plus 60, bir də vurulsun 100%. Bərabərdir.
8-dən 18-i toplasam eləyir 26 bölünsün 100 vurulsun 100. Aha, bu 100-ləri də ixtisar aparsam elə neçə faizdir? Məhlul yalanır məndə. 26%-dir. Uşaqlar, bunun başqa bir yolu da var. Düsturla iki məhlulun qarışdırılması düsturu. Bir dənə də ondan yazaq. Demək, M1 kütləli P faizli məhlulla, P1 faizli məhlulla, M2 kütləli P2 faizli məhlul qarışdırıldıqda həmişə M1 plus M2 neçə faizli məhlul əmələ gəlir? Hər hansısa P faizli məhlul. Nə edirik? Düstur olaraq yazırıq. M1 vurulsun P1 plus M2 vurulsun P2 bərabərdir. Kütlələrdə toplanır. M1 plus M2 vurulsun P faizli məhlul əmələ gəlir. İndi bizdə nə deyir? 40 litr neçə faizli məhlul? 20 faizli məhlulla 30 yox, 60 litr 30 faizli məhlul qarışdırıldıqda alınan məhlul neçə faizli olar? Necə deyirdik? 40-ı vururduq 20-yə, üzərinə gəlirdik. 60-ı vururduq 30-a, bərabərdir. Məhlulları çəkilərlə toplayırdıq. 40 üzərinə gəlmiş 60 vurulsun hər hansısa P faizli. Bizə P-ni tapmaq tələb olunur. 40-ı 20-yə vursam eləyəcək 800 plus 60-ı 30-a vursam 1800 bərabərdir. 40-la 60-ı da toplasam eləyəcək 100 P. Bu nə verir məndə? 2600 bərabərdir 100 P-yə. Hər tərəfi də 100-ə ixtisar aparsam P-də tapmış olacam neçə? Yenə də 26 faizli məhlul. Aha. Demək 52-də 26 faiz. Növbəti sual. Tələbə avtobusdakı 60 tələbənin 42 nəfəri oğlandır. Aha, 60 tələbədən ümumi 60 tələbə var. Bunun 42 nəfəri oğlandır. 60-ın 42-si oğlandısa, yerdə neçəsi qız uşağı qalacaq? 18-i qızdır. Aydındır. Avtobusda neçə oğlan düşsə, qızların sayı oğlanların sayına nisbəti 1-in 2-yə olar. Avtobusda neçə oğlan düşsə, bilmirik. Neçədən oğlan düşürsə ona minus x yazıram, yəni bilmirəm də oğlanların sayı. Bu nisbət, demək, oğlan düşsə, avtobusda neçə oğlan düşərsə, qızların sayının oğlanların sayına nisbəti. Qızların sayı 18-dir. Və neçə nəfər düşsə, bu nisbət, demək, nə olacaq? 42-dən çıxıram x-i, bərabər olmalıdır nəyə nisbəti? 1-in də 2-yə nisbəti də, 2-də 1 kəsirlə yazmadım, 1-in 2-yə nisbəti. Yenə də tənasüb kimi biz buna baxsaq, uşaqlar. Kənar hədlərin hasili nəyə bərabərdir? 18 vurulsun 2. Orta hədlərin hasilinə, yəni 42 minus x-i da nəyə vursam? 1-ə vuracam. 2-ni 18-ə vursam neçə eləyir? 36 bərabərdir. 1-i də 42-yə vursan 42 minus x-a. Uşaqlar, x-i sola keçirdirəm, 36-nı da sağa. Nə olacaq? X əks işarələ keçdi, sol tərəfə işarəsi olacaq müsbət. 42 qalır yerində və 36 da sağa keçdikcə minus kimi keçəcək. Onda x-imiz nəyə bərabər olmuş olacaq? 42-dən 36-nı çıxsam 6-ya bərabər olmuş olacaq. Yəni avtobusda neçə oğlan düşərsə, 6 dənə oğlan düşərsə, nisbətimiz 1-in 2-yə nisbətdə olmuş olacaq. 53-cü sual. Keçdik 54-də. Son suallardır. 54-də nə deyir bizə? Uyğun tərəfləri perpendikulyar olan iki bucağın fərqi 70 dərəcədir. Böyük bucağı tapın. Aha. Uşaqlar, uyğun tərəfi paralel, uyğun tərəfi perpendikulyar olan bucaqlar ya eyni adlı olur, ya da müxtəlif adlı. Eyni adlı olduqda bucaqlar bir-birinə bərabər olacaq. Amma müxtəlif adlı olduqda isə onların cəmi nəyə bərabər olmalıdır? 180 dərəcə. Mən də görürəm ki, burada bucaqların fərqi 70 veribsə, demək bu müxtəlif adlı imiş ki, fərq 70-ə bərabər olub da, eyni adlı olsaydı fərq 0 dərəcə olacaqdı. Yəni eyni adı daşıyır. Tutaq ki, 70 dərəcə fərq 0 olardı. Demək bu müxtəlif adlı imiş. Biri alfa, biri də beta. Axı biz deyirik ki, uyğun tərəfi perpendikulyar olan bucaqlar müxtəlif adlıdırsa, cəm nəyə bərabərdir? 180 dərəcəyə. Və bizə də deyir ki, bu bucaqların fərqi isə 70 dərəcədir. Yəni alfa minus, qələmi dəyişdim. Alfa minus betamız nəyə bərabərdir? 70 dərəcəyə. Bunu sistem tənliyi ilə həll eləsək, tərəf-tərəfə toplasaq, alfa ilə alfanı toplasam 2 alfa. Müsbət beta ilə mənfi betanı toplasam, betalar sıfıra gedəcək, əks ədədlərdir deyənə.
Onda nəyə bərabər olmuş olacaq? 180 ilə 70-i toplasaq 250-yə. Buradan da hər tərəfi 2-yə bölsəm 125 dərəcə almış olacam. Bucaqlardan biri 125-dirsə, digəri üçün neçə qalır? 55 dərəcə. Aha, indi məndən nəyi soruşur? Böyük bucağın dərəcə ölçüsünü tapın. Böyük bucaq nəyə bərabərdir? 125 dərəcəyə. 125 dərəcə. 54 olur 125 dərəcə. Gəldik sonuncu sualımıza. Sonuncu sualda nə deyir bizə? Uzunluğu 80 sm olan parça 3 müxtəlif hissəyə bölünmüşdür. Aha, 3 müxtəlif hissə deyir, bərabər hissə demir. 3 dənə müxtəlif hissəyə tutaq ki, böyük şəkildə bölünür. Ortadakı parçanın uzunluğu 30 sm olarsa, yəni bu parçanın uzunluğu 30 sm olarsa, kənar parçaların orta nöqtələri arasındakı məsafəni tapın. Kənar parçalar nədir? Hər hansı A və hər hansısa B dedim. Uşaqlar, kənar parçalar arasındakı məsafə, yəni ortalar arasındakı məsafə. Bax, bunun ortası bu, işarəlisə. Bax, bizdən bu hissəni soruşur. Bu hissəni. Demək, bu hissənin uzunluğu bütövlükdə A idisə, ortası A bölünsün 2, A bölünsün 2 hissəyə bölünürmü? Eyni qaydada da B bölünsün 2 və B bölünsün 2. Onda bizdən nəyi soruşur? Yəni A bölünmüş 2 plus 30 plus B bölünmüş 2-ni soruşur bizdən. Neyniyərik? Ümumi parçamızın uzunluğunu verib bizə. Neçə santimetr verib? 80 santimetr. Yəni buradan bura neçədir? 80-dir. Həmin o məsafəmiz nədir? A plus 30 plus B. Bərabərdirmi 80-ə? Buradan A plus B cəmini tapsam, 80-dən 30-u çıxmış olacam və A plus B cəmini neçə tapmış olacam? 50 tapacaq. Bu ifadədə də yazsaq, bax, bunlar nədir? Məxrəcləri eyni olan kəsirdir. A plus B, bir sürətdə yazıram, plus 30-u yazdım. A plus B cəmim nəyə bərabərdir? 50-yə bərabər deyilmi? Gətirib burada yerinə yazsam, 50-ni bölmüş olacam 2-yə, üzərinə gəlmiş olacam 30-u. Yəni, 50-ni 2-yə bölsəm 25 plus 30. Cavabımız nəyə bərabər olmuş olacaq? 55-ə. Doğru cavab nəyə bərabər oldu? 55-ə. Bu da bizim son sualımız oldu. Yaxşı uşaqlar, sağ olun.